Abone olun, like edin, rəy yazın, video linkini paylaşın. Sağ olun. Salam, bu gün səhifə 39-da 8-ci sinif iş dəftərindən kristal qəfəsin tipləri suallarına baxaq. İfadələri Eyler-Venn diaqramı üzrə ayır. İyon kristal qəfəs. İyon kristal qəfəsi, deməli yarım sərbəst elektronlar metal kristal qəfəsdə olur. Katyonlar, metal katyonu metallarda olur. Həmçinin katyon iyon kristal qəfəsdə də olur. Yəni B hərfinə aiddir. Anyonlar isə iyon kristal qəfəsdə olur. Yüksək ərimə temperaturu hər birində yüksək ərimə temperaturu olur. Elektrik keçiriciliyi isə metal kristal qəfəsi daha uyğundur. 2. İkinci suala baxaq. İfadələr düzgün və səhv olduğunu müəyyən edin. Kovalent rabitəli birləşmələr yalnız molekul kristal qəfəsə əmələ gətirir. Kovalent rabitəli birləşmələr əlbəttə əksəriyyəti molekul kristal qəfəsidir, amma məsəl üçün yalnız deyirsə, artıq burada səhv var. Nəyə görə? Silsium O2 var, məsəl üçün, o atom kristal qəfəsidir və kovalent rabitəlidir. Kalium NO3 bərk halda iyon kristal qəfəsə əmələ gətirir. Bu düzgündür, iyon rabitəsi var, iyon kristal qəfəsidir. Metal kristal qəfəsinin düyün nöqtələrində anyonlar yerləşirsə səhvdir, katyonlar, metal katyonları. Molekul kristal qəfəsi maddələrin ərimə temperaturu əsasən iyon kristal qəfəsi maddələrin ərimə temperaturundan aşağı olur. Düzgündür. Molekul kristal qəfəsləri çünki qazlar da olur. İyonda isə hamısı bəşdir. Yəni adi şəraitdə. Atom kristal qəfəsi kovalent rabitə hesabına əmələ gəlir. Yox, bunu deyə bilmərik konkret olaraq. Yox. Kristallik quruluşlu maddələrdə maddəni əmələ gətirən zərrəciklər nizamsız şəkildə yerləşir. Xeyr. Kristallik quruluşlu yox, amorfda nizamsız olur. Bütün metallar bərk halda metal kristal qəfəsə əmələ gətirir, bəli, düzgündür. Ön suala baxaq. Kalsium bromid birləşməsinin ayrı xüsusiyyətləri müəyyən edilir. Bərk halda elektrik cərəyanı keçirir. Xeyr, bərk halda keçirmir. Ərintisi və yaxud da məhlulu keçirir. Yüksək ərimə temperaturuna malikdir. Bəli, iyon kristal qəfəsləri yüksək ərimə temperaturuna malikdir. Məhlulda elektrik cərəyanı keçirir. Bəli, məhlulu keçirir. Bərk halda yox. 2, 3. Ön suala baxaq. Şagirdlərə 4 maddə təqdim edilib. Şagirdlər bu maddələrin xassələrini bir-birinə fərqləndirməklə onların kristal qəfəslərini müəyyən etməlidirlər. Bu məqsədlə onlar aşağıdakı addımlara uyğun təcrübəni müəyyən ardıcılıqla aparır və nəticələri sıxım şəklində ümumiləşdirirlər. Birincisi, suda həll edirlər. Suda həll edirlər. Suda həll edirlər, bir nəticə tapıblar. Platin metal kristal qəfəsidir. Platini çıxdıq. Yerdə nə qaldı? Almaz, şəkər, xörək düz. İkinci addım nədir? Bərk halda elektrik keçiriciliyini yoxlayırlar. Deməli, elektrik keçiriciliyini yoxlayanda görürlər ki, almaz atom kristal qəfəsi deyil. Almaz da çıxdı. Şəkərlə xörək düzü qaldı. Üçüncü addım. Deməli, suda həll edilərək elektrik keçiriciliyini yoxlayırlar. Deməli, burada artıq nə olacaq? Elektrik keçiriciliyini yoxlayanda bəli, görürlər ki, deməli, xörək duzu iyon kristal qəfəsidir. Şəkəri isə molekul kristal qəfəsidir. Üçüncü addımdakı seçimini izah et. Üçüncü addımda bəli, suda həll olanda
Su da həll olanda elektriki keçirirsə ion kristal qəfəslidir. Xeyr, keçirmirsə molekul kristal qəfəslidir. Üçüncü addım başqa hansı addımla əvəz etmək olar? İon kristal qəfəslə molekul kristal qəfəsinin bir fərqi də onların ərimə temperaturundaydı. Qızdırmaqla ola bilər. Qızdırmaqla. Bu zaman nə baş verəcək? Şəkər tez əriyir. Hətta rəngi də qaralır. Duz isə gec. Buradan da fərqə baxa bilərik. Bəli, şəkil verilib 5-ci sualda silisium və karbondan ibarət birləşmənin quruluşu verilib. Bunun əsasında aşağıdakı müəyyən birləşmənin kimyəvi formu. Yəni, baxaq, burada karbon sayı nə qədərdir, silisium sayı nə qədərdir? Deməli, 1, 2, 3, 4, 5, 6, 7. Karbon da elə 7-dir. Yəni, belə olacaq. Birləşməni əmələ gətirən kimyəvi rabitə növünü. Burada kimyəvi rabitə növü kovalentdir. Hətta polyar kovalentdir. Gördüyünüz kimi polyar kovalentdir, amma bu özü atom kristal qəfəsidir. Atom kristal qəfəsidir. İlk bəndində isə alüminium 4, karbon 3 birləşməsi verib, kristal qəfəsi ilə verilən birləşmənin kristal qəfəsinin oxşarlıq və fərqini tapın. Deməli, bunu belə yaza bilərik. Alüminium 3 valentlidir. Karbon isə burada 4. Bu formadadır. Əslində elə fərqli cəhəti nədir? Burada şəkil çəkəndə artıq görə bilirik də. Məsələ burada silisiumlardır. Üzərindəki yazdığımı sileyim. Baxın, burada silisiumlara fikir versəz, burada bir rabitə var arada, görürsünüz. Kovalent rabitə silisium. Amma bu hissədə görsəz, baxın, silisiumdan neçə çıxır? Burada 4 valentlidir müəyyən hissədə. Bu əslində kristal qəfəsə görə fərqləndir. Bu hissə nədir? Bu ion kristal qəfəsdir. Və belə bir şey də yaza bilərsiniz. İon kristal qəfəsdə düyün nöqtələrdə ionlar yerləşir. Yəni, alüminium müsbətlə karbon mənfi. İon kristal qəfəsdə belə yaza bilərsiniz. Düyün nöqtələrdə alüminium 3 müsbət, karbon 4 mənfi ionları yerləşir. Amma bu yuxarıdakı birləşmədə bu əslində kristal qəfəsdə düyün nöqtələrdə atomlar yerləşir.
Abone olun, like edin, rəy yazın, video linkini paylaşın. Sağ olun. Davam eləyək 6-cı sualdan. Cədvəli tamamla deyir. Bu və bir də müəyyən edin, bunlar hansılara aiddir? Birincisi ion kristal qəfəsdir. İkincisi metal kristal qəfəsdir. Üçüncüsü molekullar görürsüz, molekul kristal qəfəsdir. Dördüncüsü almazın quruluşudur. Bu da atom kristal qəfəs olacaq. Deməli, kristal qəfəs iondur. Elektrik keçiriciyi bərk halda elektrik keçirmir, maye halda, yəni ərintisi və məhlulda elektriki keçirir. Ərimə temperaturu isə yüksək olur. Yüksək yaza bilərsiniz. B də metaldır. Bərk halda da keçirir. Maye halda ərintisi də keçirir. Suda, məhlulda elektrik keçiriciliyi yoxdur. Ərimə temperaturu yüksəkdir. C isə molekuldur. Elektrik keçiriciliyi yoxdur heç birində. Ərimə temperaturu isə aşağıdır. D-də, deməli, atomdur dedik. Söhbət burada almazdan getdiysə, almaz elektrik keçirmir. Amma ərimə temperaturu çox yüksəkdir. 7-ci suala baxaq. Fosforun alotropik şəkil dəyişmələrində olan ağ fosfor molekulyar, qırmızı fosfor isə qeyri-molekulyar quruluşudur. Bu və qırmızı fosforun kristal qəfəsi üçün xəttlərlə uyğunluğu müəyyən et və cavabını yaz. Deməli, ağ fosfor molekul kristal qəfəsdir, qırmızı fosfor qeyri-molekulyardır, qırmızı atom kristal qəfəsdir. Deməli, bu əslində deməli, kristal qəfəsi iki yerə bölmüşük də, molekulyar var. Molekulyara hansı kristal qəfəsə aiddir? Molekul kristal qəfəs. Qeyri-molekulyar. Ola bilər ion, kristal qəfəs, metal, bir də atom. Bu qırmızı fosfordakı atom kristal qəfəsdir. Ona görə qeyri-molekulyardır. Deməli, ağ və qırmızı fosforun ərimə temperaturu xəttlərlə uyğunluğu müəyyən et. Ağ molekulyardırsa aşağıdır. Qırmızı fosfor isə qeyri-molekulyardır, atom kristal qəfəsidir, 590-dır. Və cavabı əsaslandır. Deməli, molekulyar quruluşlu yazaq. Molekulyar quruluşlu ərimə temperaturu aşağı olur. Qeyri-molekulyar quruluşluğunun ərimə temperaturu yüksək olur. Mən burada indi qısa yazdım. Siz tam açıq yaza bilərsiniz. Ərimə temperaturu yüksək olur. 8-ə baxaq. Sonuncu sual. Adları və ya formulları verilmiş maddələri qruplaşdır. Kristal qəfəs, deməli, şəkər molekuldur. Kalüminoid iondur, ion reaksiyası var. Metal, alüminium metaldır. Qrafit atomdur. Burada variantla yazmalıydım. Neyse, mən belə yazdım. Buna deməli A, B, C, P2O5 bu da molekuldur. Natrium 2S ion kristal qəfəs. Xrom metaldır. Yod bərk halda molekul kristal qəfəsidir, adi şəraitdə. Silisium O2 atomdur. H2O molekuldur. Molekulyar maddə. Deməli, molekulyarlar ilə molekula aid olanlar oldu. A, Y, H, J. Digər yerdə qalanlar B, C, F, C, D, I. Bunlar isə qeyri-molekulyarlar.
Sağ olun, salamat qalın.